Sabah xeyirli olsun dəyərli izləyicilərimiz. Yanvar ayının 23-üdür və qızıl rekord səviyyəyə 4967-lərə kimi qalxdı. Yəni dünəndən bu günə $200 qalxıb və biz həftənin əvvəlində $500 qalxış haqqında proqnoz verdi və qiymətin 5193-ə qədər qalxması haqqında proqnozlaşdırdı və məlumat verdi, dərc etdi. Demək olar ki, qızıl artıq yəni $300 qalxıb bu gün. Cümə günündə cümləmizdə mübarək olsun. Yəni bir çoxları hələ də fikirləşir ki, düşünür ki, inanır ki, qızıl $3000 enəcək. Yəni bu yəni illüziya, fantaziya ola bilər, amma ora qədər reallıqda ora qədər düşməsi çox çətindir. Yəni qızıl artıq yəni hazırlaşın, yəni 6000-ə fokuslanır. Demək olar ki, 5000 artıq tamamlanıb. Yəni 5967, yəni bugün demək olar ki, 5998, 4000 çox üzrəm 4998, 5003-lərə kimi yüksəlməsi, yəni gözlənilir. Yəni növbəti hədəflər 5061-lər olacaq. Yəni satış əməliyyatları üçün yəni nəzər çatdırım ki, günün ikinci yarısından sonra, yəni əslində korreksiyalar olacaq yerli saatdan saat 11-də, yerli saatdan saat 10-da, 11-də yəni aşağı korreksiyalar olacaq. Yəni $30-40 bir korreksiyalar müşahidə olunur hər iki. Hazırki vəziyyətdə yerli saatdan saat 9-da və qiymət 4935-lərdən qısa müddətli satış əməliyyatları, yəni $30-35, $40 bir satış əməliyyatları gözlənilə bilər. Keçək biz Bitcoin-ə dünən satış əməliyyatları nəzər çatdırıb və satış əməliyyatları, alış əməliyyatları da satış əməliyyatları ilə yaddaşlarda qaldı və hal-hazırda təzyiq altındadır və aşağı doğru yenidən istiqamət almaqdadır. Amma bay əməliyyatları 90-650-lərdən, satışlar isə 88-500-lərdəndir. Ethereum-ə gəldikdə isə dünənki satış nöqtəsi bugünkü alış nöqtəsini təsadüf edir. 2998-lər alışlar, 2926-lar isə satışlardır. Neftə gəldikdə isə neft dünən satış əlamətləri 65-də demişdi və 63-70-lərə kimi gəldi. Mükəmməl bir nəticə verdi. Bugün 64-65-lərdən yuxarı formalaşdı, alışdı. Satışlar isə 64-20-lərdəndir. Keçək funt-dolar rəqabəti, euro-dolar rəqabəti hər ikisi ümumi olaraq biz mart ayına qədər yüksəlməsini nəzərə çatdırır. Artıq down trenddən çıxıb up